Salam, xoş gördük hörmətli müəllimlər və müəllimliyə namizəd olan şəxslər. Bugün sizə kurikulum üzrə maraqlı bir test tapşırığı təqdim edirəm. Bu test tapşırığı eyni zamanda sizin imtahanda qarşınıza çıxa biləcək tip suallardan təşkil olunubdur. Daha doğrusu onun əsasında yazılıbdır və bu model sualları işləməkdən ötürü sınaqlar qrupumuza üzv ola bilərsiniz. Eyni zamanda dərs qruplarında iştirak edərək də həm sınaqlardan, həm də izahlardan faydalana bilərsiniz. Ümid edirəm ki, siz üçün faydalı olar. Gəlin suala baxaq. Sualımız belədir. Situasiya belə təqdim olunub. Qrup işi zamanı iki şagird arasında anlaşılmazlıq yaranır. Müəllim səbəbi soruşanda şagirdlərdən biri bildirir ki, şagird onun sözünü kəsir, fikrini ifadə etməyə imkan vermir. Digər isə bildirir ki, sinif yoldaşı onun fikirlərinə hörmətlə yanaşmır, bu da onu motivasiyadan salır. Deməli, anlaşılmazlıq var. Biri şagird onun sözünü kəsir, fikrini ifadə etməyə imkan vermir. Digər də bildirir ki, sinif yoldaşı onun fikirlərinə hörmətlə yanaşmır. Qarşılıqlı anlaşılmazlıq var. Yəni, bu zaman bu da onu motivasiyadan salır. Sinifdə sosial-emosional öyrənmənin prinsiplərinizi tətbiq edərdiniz ki, bu problemi həll edəsiniz. Deməli, sosial-emosional öyrənmə nədir? İnsanın rasional zəkası, insanın emosional zəkası bərabərdir nəysə bir öyrənmə. Yəni, bizim emosiyalarımızdan, bizim əqli fəaliyyətimizin birləşməsi bir arada istifadə olunanda bu sosial-emosional öyrənmədir. Yəni, bir yerdə şagirdlərin əməkdaşlıq şəraitində, ünsiyyət şəraitində sosial bacarıqlarını tətbiq edərək, bir-birindən faydalanaraq, bir arada konflikt problemləri həll edərək, bir əməkdaşlıq şəraitində öyrənməni təmin edən yanaşma sosial-emosional öyrənmədir. Yəni, burada sosial-emosional öyrənmədən söhbət gedir ki, bunu deyə sinifə necə tətbiq edərdiniz ki, bu problemi aradan qaldırasınız. Burada cavaba yönələcəm. Sadəcə olaraq burada bir variant bizi çaşdırır. Əsas səhv yazanlar əsasən bunu buna görə səhv yazırlar. Bu da doğru cavabımız D variantıdır. Amma D-yə əvvəlcə gəlin aydınlıq gətirim. Hər iki şagirdə öz emosiyalarını və fikirlərini ifadə etməyə, empatiya qurmağa şərait yaratmaq. Yəni, uşaqlar bir-birlərindən empatiya qurmalıdırlar. Çünki sosial-emosional öyrənmənin bir komponenti məhz sosial məlumatlıqdır. Yəni, sosial informasiyalı olmaqdır. Yəni, buna empatiya deyirik, başqası haqqında məlumatlı olmaq. Burada uşaqlar bir-birlərinin yerinə özlərini qoya bilərlər ki, en azından bu da bir-birlərini qarşılıqlı anlamağa gətirib çıxardar. Çünki onların arasında anlaşılmazlıq var. Və şagirdlərə problemin həlli üçün hər iki tərəfin marağında olan qərarın qəbul edilməsinin uyğun variant olduğunu göstərmək lazımdır. Bəs bu nə deməkdir? Yəni, elə bir qərar onlara təklif edək, ona demək lazımdır ki, sizə elə bir qərar lazımdır ki, hər ikinizin ortaq marağına xidmət eləsin. O zaman uşaqlar arasında biz kompromisə gətirmə halını müşahidə edirik. Yəni, onları bir araya gətirib bir yerdə fəaliyyət göstərməyə yönəltməyimiz lazımdır ki, bu fəaliyyət məhz sosial-emosional öyrənmə ilə baş tutur və bir növ kompromisə gətirmək, ondan əvvəldə empatiya qurmaq lazımdır. Sizi çaşdırır, hər iki şagirdə fərdi yanaşaraq onların sosial-emosional tələbinə uyğun həll yolu təklif etmək, emosiyaların idarə olunması və yollarını öyrətmək, empatiya qurmağa tapşırmaq. Burada bəli, empatiya qurmaq məsələsi burası düzdür. Bu empatiya ilə bunu aradan qaldırmaq olar. Emosiyaların idarə olunması insanın özünü idarə etmə bacarığıdır. İnsan özünü idarə edir orada. Yəni, qarşıdakı adamdan ünsiyyətini idarə eləmir. Qarşıdakı adamdan ünsiyyəti idarə etmək, yəni ünsiyyətin idarə olunması, münasibətlərin idarə olunmasıdır. Bu, sosial, emosional intellekt nəzəriyyəsində də 5-ci komponentdə göstərilibdir. Həm də deyir, onların sosial-emosional tələbinə uyğun həll yolu təklif etmək. Burada biz nail olmalıyıq ki, uşaqlar özləri problemi aradan qaldırmış olsunlar. Biz tərəfindən onlara verilən təklif yox. Ona görə doğru cavabımız burada D variantı oldu. Belə bir maraqlı sual idi. Ümid edirəm ki, sual faydalı oldu və ümid edirəm ki, kanalımıza abunə olarsınız və dəstək olarsınız. Sağ olun, özünüzə yaxşı baxın.